Bilmirsən ki, sən pensiyan kəsiləcək. Sən Mehriban Əliyevanı təhqir edəndə bilmirsən ki, vəziyyətin o qədər də yaxşı olmayacaq. Sonra da başlayırsan, mənim balam xəstədir, ay Mehriban xanım, mən səndən kömək gözləyirəm. Sən ona nə kömək elədin? Bu işlərdə biz ona nə kömək elədik? Mən sizə söz verirəm, əgər biz belə geçsək, biz belə davam eləsək, biz ölümə məhkum olmuş bir xalq kimi özümüzü bərbaşdan hazırlamalıyıq. Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin Elxan Mayıloğlu. Xoş gördük dostlar. Yəni gördüyünüzdə bu insana bənzər zadın dediyi sözləri. Əgər biz Mehriban Əliyevanın ziddinə geçsək, biz ölümə məhkum olunmuş xalqlarıq. Görün biz nə gündəyik, nə səviyyədəyik, hansı deyək ki, pillədəyik ki, bu özdə qalustuklu zaddır, belə sifətindən, zadından baxırsan, görürsən ki, əvvəllər yəqin ki, Heydər Əliyev məktəbinin nümayəndələri, yəni Sovetlərin vaxtında da yəqin Komünist Partiyasına qulluq eləmiş adamdır və bunun belə danışmağı, məsələn, siz Mehriban Əliyevə qarşı, məsələn, deyək ki, belə danışanda bilmirsiniz ki, sizin deyək ki, sosial yardımınız kəsiləcək və yaxud da siz bilmirsiniz ki, ölümə məhkum olunmuş xalq ya Mehribana biət eləməlisiniz, ya da siz ölümə məhkum edirsiniz özünüzü. Bu qədər bəsdir. Məsələ nədir? Biz niyə bir parça söyəkdən ötürü belə zəll eləyiblər və biz bugünə düşmüşük bugün? Çox dəhşətli bir şeydir. Məsələn, mən deyək ki, bu şəhər salma forumu ilə bağlı bir-iki dənə baxdım, Facebookda, sosial şəbəkələrdə baxdım, gəzişmələr elədim, baxdım, gördüm Mehriban Əliyeva da hətta o da bunlardan bağlı, o forumla bağlı şəkillər paylaşıb. Orada bu İlham Əliyevin deyək ki, özünün belə möhtəşəm şəkillərindən filandan. Yəni, faktın ortada olduğu bir vaxtda təsəvvür edin faktın, yəni şəhərin, salınmış şəhərin, yəni nə görə düşdüyü, yəni İlham Əliyev o şəhəri salmıyor. İlham Əliyev sadəcə olaraq həmən zamanında salmış o gözəl şəhəri məhz dünənki vəziyyətə salıb, inanın mənə. Yəni bu qədər dəhşət və bu qədər bəsit olan bir şeydir.